Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Bu videoda mən sizə gömrük orqanlarına işə qəbul imtahanı üzrə mənə ən çox verilən sualların cavablarını verməyə çalışacağam. Həmçinin sizə öz məsləhətlərimi, öz tövsiyələrimi çatdıracağam. İlk öncə onu qeyd edeyim ki, ən çox verilən suallardan biri imtahan nə zamandır? Əziz tələbələr, gömrük orqanlarına işə qəbul imtahanının hal-hazırda dəqiq rəsmi vaxtı elan olunmasa da, biz öz təxminlərimizdən düşünürük ki, aprel-may ayları imtahan gözlənilir. Və bilirsiniz ki, indi məni tanıyanlar da bilir ki, adətən rəsmi olmasa belə verdiyim proqnozlar doğru çıxır. İnşallah bu dəfə də doğru olar. Aprel-may ayları imtahan olması gözlənilir. Hər birinizə əsas bununla bağlı məsləhətim odur ki, vaxtında hazırlaşmağa başlayın. İndidən fənlərinizi yaxşı oxuyun ki, imtahanda yüksək bal toplaya biləsiniz. Gələk ikinci suala. Yeni başlayanlar üçün gömrük orqanlarına işə qəbul imtahanında gömrük qanunvericiliyi 70 sual, dünya görüşü 15 sual, məntiq 15 sual olur. Məsələ nədir? Tələbələrdə belə bir psixologiya var ki, 70 sual gömrük qanunvericiliyidir, ondan yazaram, biraz dünya görüşü, biraz məntiq, amma elə olmur. Çünki keçid balı 80-dir. Və sən əgər 80 balı keçmək istəyirsənsə, sənin dünya görüşün ideal səviyyədə olmalıdır. Məntiqində, elə qanununda. Və hər şey 80 balı keçməklə bitmir. Sabah sənin müsahibə mərhələn var. Oradakı balından bu balının toplanması var. Sən yaxşı bir nəticə göstərmək istəyirsənsə ümumi, sənin test balın da yüksək olmalıdır. Məhz ona görə də necə gömrük qanunvericiliyinə ciddi yanaşırsınızsa, məntiqə də, dünya görüşünə də o formatda yanaşmaq lazımdır. Ən əsas məsələlərdən biri. Dünya görüşü üzrə heç bir proqram yoxdur deyənlər əlbəttə ki, yanılırlar. Hər bir imtahanın proqramı var. Sadəcə düzgün formatda hazırlaşmaq lazımdır ki, siz o proqramı tam şəkildə qavrayıb, sonra da imtahanda tətbiq edə biləsiniz. Məsələn, gömrük orqanlarına işə qəbul imtahanında dünya görüşü düşən hissələrdə tələbələr adətən nə edirlər? Müəyyən qədər tarixdən oxuyum, 5-6 sual oradan yazım, müəyyən bir coğrafiya baxım yazım, nə o qalanlarını da ataram deyə düşünənlər olur. Bu yanlış yanaşmadır. Çünki 15 sualım varsa mənim, niyə 15-15 yazmayım? Mən sizə xatırlatmaq istəyirəm ki, son imtahanda 72 tələbə keçib ki, onun 35-i mənim tələbəmdir və hər birində dünya görüş nəticələri yüksəkdir. Həmçinin Respublika birincisi daxil olmaqla. Əgər siz də yüksək nəticə əldə etmək istəyirsinizsə və balınızın yüksək olmağını istəyirsinizsə, fənlərinizin hər birinə məsuliyyətli yanaşın. Qeyd edim ki, mən hal-hazırda yeni bir 3 aylıq proqram başlatmışam. Həmin 3 aylıq proqramda sizə tam şəkildə din proqramına uyğun olaraq dərslərimiz çatdırılacaq və məqsəd ondan ibarətdir ki, hər birinizin yüksək ideal nəticəsi olsun. Son keçirilmiş din tərəfindən keçirilmiş vergi orqanlarına işə qəbul imtahanında mənim özümün şəxsən 147 tələbəm test mərhələsini uğurla başa vurub. Bunun da əsas səbəbi vaxtında başlamaq, düzgün şəkildə hazırlaşmaq və sondakı uğurlu nəticəni əldə etməyə gətirib çıxarır. Ona görə siz də doğru addımda, doğru vaxtda, doğru seçimdə hazırlığınızda başlayın. İnşallah ən yüksək nəticələr sizə nəsib olsun. Sağ olun, növbəti videolarda görüşənə qədər.